Əslində salam, necəsin? İnşallah yaxşısınız. Bugün mən sizinlə 3-cü hərfi, Qədim Misir dilinin 3-cü hərfi öyrədəcəm. Bu hərf belə yazılır. Bu hərf bundan qabaq 2-ci dərsdə keçdiyimiz i hərfinə oxşayır və bu hərfin tələffüzü y-dır. Y kimi yazılır. Və bu hərfin xarakter hərfi isə belə yazılır. Belə. Bu qədər. Bəyənin, paylaşın, daha çox insan xəbəri olsun. Bu Azərbaycanda ilk qədim dillər dərsi olacaq. Belə.